Dünən Amerikadan danışdığı mövzu bugün keçərli deyil. Çünki Trump o mövzulara alt üst etdi. Alimi dinləmək yerinə yenə də müğənni atılıb düşür. 500 bin, 600 bin ən bahalı maşınlar sürürlər. Amma böyük bir iş adamını götürün, o maşına sahib deyil. Dəvət edilən 5 dənə xaricidir. Bunlar nə bilirlər ki, Azərbaycan iqtisadi inkişaf modeli. Baxıram, bunun fəaliyyəti sıfırdır. Amma yığışmışıq, adamı tərifləyirik. Amma bu adam bu yaşına gəlib, 70 yaşına gəlib, heç bir fəaliyyəti yoxdur. Salam, hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. APA TV-nin efirində Sözüm Var proqramına baxırsınız. Bugün yenə çox maraqlı bir qonaqla qarşınıza çıxmışıq. Qonağımız İqtisad Elmləri doktoru, əməkdar müəllim, professor Zahid Məmmədovdur. Xoş gəlmisiniz Zahid müəllim. Təşəkkür edirəm. Çoxlu sayda kitabların, elmi məqalələrin müəllifisiz, əməkdar müəllimsiniz. Bilmək istəyərdim, həyat sizə nə öyrətdi? Həyat... Bu yaşda durub geri baxanda nə öyrəndiniz? Əsas öyrətdiyi dərs nə oldu həyatın? Həyatda hər zaman insan öyrənir. İnsan o yaşadıkça, geri baxdıkca hər dəfə öz fəaliyyətini təhlil edir. Ümumiyyətlə, insan öz fəaliyyətini təhlil etmirsə, özünün qarşısında hesabat vermirsə, bəzən görürsən, insanlar özünün o yubiley dediyimiz fəaliyyətləri ilə bağlı təmtəraqlı müğənnilərlə keçirir. İnsan müğənnilərlə deyil, özünün fəaliyyəti haqqında hesabat verməlidir. Mən bu illər ərzində hansı nəticələr əldə etdim? Kimə dəstək ola bildim? Kimin inkişafına kömək edə bildim? Müğənni dediniz, biraz yaralı dediniz. Mən sadəcə müğənni, Azərbaycan reallığı baxımından. Azərbaycan reallığı budur ki, əvvəllər insanlar müğənni olmaq üçün dərdən qabıqdan çıxırdılar, valideynlər qoymurdular ki, o sənətə getməsin uşaqlar. Amma indi yönəldirlər, rəsmən yönəldirlər. Adam professor olur, adam akademik olur. Artıq ona diplom verilir və diplom verilmə əsasında məzun olur. Bu sevincini müğənnilə paylaşır. Gətir sevincini ananı göstər. Sənin inkişafa dəstək olan müəllimləri göstər. Kimlər sənə dəstək verib? O adamların adını çək. Mənə ağrıdır, bilmirəm, sizdə ağrıdırmı ki, hər hansı bir məclisə girirsiniz, girəndə, məsələn, orada böyük elmişçi ola bilər, professor olar, amma onu heç kəs tanımır, o sadəcə bir kənarda dayanıb, salam verib bir qabağına yürüyəndə olmur, amma hansısa dünən efirə çıxmış bir müğənnini hamı şaşa ilə qarşılayır, fotoqraflar yürürlər, onunla şəkil çəkdirənlər, amma bir elm adamına o diqqət, o qayğı göstərmir, ümumiyyətlə heç onu tanıyan olmur. Bu mənada bu sizi incidir, siz tanınırsınız bu ayrı, amma hər elm adamı tanınmır. Media vasitələri nə verərsə, qarşılığında onu alar. Sizə mən təşəkkür edirəm ki, siz hər zaman cəmiyyəti maraqlandıran, cəmiyyəti düşündürən mövzuları gündəmə gətirirsiniz və cəmiyyətdə o çağırışlara adekvat cavabların hazırlanmasına köməkli göstərirsiniz. Bilirsiniz, siz gecə-gündüz, səhərdən axşama dək sadəcə müğənninin həyat və yaradıcılığına həsr olunmuş veriliş edərsinizsə, onun dolablarından tutmuş maşına dək göstərərsinizsə, insanlar nə eləsin? Başqa, bunun qarşısında bundan başqa. Bunun həyat tərzi budur. Yəni, insanlara bunları vermədən alternativ bir şey tələb etmək olmaz. O gün belə bir mövzu işləmişdik və yəqin yenə də onu gündəmə gətirəcəm. Mən Sovet dövrünün yetirmələrindənəm və öz dövrümdə sağ olan bütün şair və yazıçıları tanıyırdıq. Hardan tanıyırdıq? Efirlərdən tanıyırdıq və dərsliklərdən. Hər dərslikdə Bəxtiyar Vəhabzadə. Və onların əsərlərinə yazılmış kinolar, teatrlar. Adları keçirdi, tanınırdıq. İndi müasir bu gənc yazıçılar, şairlər. Hər kəs şairəm, yazıçıyam deyirəm, amma biz onları heç yerdə görmürük. Yeni yetişən uşaqlar da görmürlər və ona görə də tanımırlar. O cümlədən də alimlərimizin adları keçmir və bilinmir. Elə dərslik demişkən, bilirəm ki, siz öz dərslikləriniz əsasında dərslər verirsiniz. Əlbəttə, əlbəttə. Bilirsiniz, bir professor olaraq tədris etdiyiniz fənnin əlbəttə dərsliyi də sizin olmalıdır. Mütləq şəkildə. Bu xaricdə belə bir təcrübə yayılıb, yoxsa bu sizin düşüncənizdir? Belə bir qayda yoxdur, amma nəzərə alsaq ki, əgər bir professordursa, ictimai düşüncələrini, apardığı tədqiqat işini bölüşmək istəyirsə və apardığı tədqiqatı tanış etmək istəyirsə, bildirmək istəyirsə, mən bəstəkaram, amma mənim bəstəm yoxdur, o necə ola bilər? Yəni, insanın bəstəsini ortaya qoyması gərəkir. Mən aktyoram, amma səhnədə oynamamışam. Professoram, amma kitabım yox. Yəni, professorsansa, apardığın
tədris fənninin kitabını yazmalısan. Ən azından tədris vəsaiti, metodik göstəriş, metodik rəhbərlik olmalıdır ki, sənin apardığın tədqiqat işi ilə tələbələr tanış olsun. Əlbəttə, başqa mənbələrdən istifadə etmək olar. Amma sənin özünün mütləq öz xəttin istiqamətin olmalıdır ki, gələcəkdə o məktəbin inkişafına dəstək olasan. Biz bir gün məktəbdən çox danışırıq. Bəlkə də bizim məktəblərin sorunu odur ki, əksəriyyəti yazdıkları dissertasiya işləri vaxtında o elmi adı alınması alır. Ondan sonra düşünür ki, fəaliyyəti dayanmışdır, ehtiyac yoxdur. Halbuki elmi fəaliyyət daima davam edir. Necə ola bilər ki, sizlərin eğitim almayan, heç bir fəaliyyət olmayan bir insan yarım saata sizə 20.000, 15.000 manat pul verirlər. Siz bundan öncə, 50 il bundan öncə yazılmış bir mahnı oxuduğunuz halda keçərlidir və 20.000 manat pul alabilirsiniz. Bir profesör dünən oxuduğu, dünən bildiyi bilgiləri bir gün versə, bir gün keçərsizdir. Çünki iqtisadiyyat hər gün dəyişir. İqtisadiyyatda hər gün dəyişir. Dünən Amerikadan danışdığı mövzu bir gün keçərli deyil. Çünki Trump o mövzuları alt üst etdi, tamam dəyişdirdi. İqtisadiyyat daima dəyişir. Dünən dediyimiz Ukrayna-Rusiya qardaşlığı mövzusunda əməkdaşlığı bir gün keçərsizdir. Bunları iqtisadi əməkdaşlığın təhlillərini bir gün apara bilməz. Mənim aspirantlarım, bəzalar, doktorantlarım doktorant dönəmində dedikləri halda ki, biz çətinlik çəkirik, bizim üçün sorunlar var. Amma mən baxmışam toylarında o 20.000 manatlıq müğənniləri dəvət ediblər. Özlərinin inkişafına bir quruş xərcləməzkən, bəziləri kitab almazkən, öz inkişafına dəstək olmadan həmin müğənnilərin zənginləşməsi prosesində iştirak edirlər. Ona görə mən həmişə belə deyirəm ki, bağışlayın, mən toylara qatıla bilmərəm. Çünki nədən? Çünki mən kiminsə eğitimsiz insanların zənginləşməsinə iştirak etmək arzusuna deyirəm. Getmirsiniz toylara? Getmirəm. Konkret olaraq heç bir toya? Ən dəyər verdiyim, belə deyim də, dəyər verdiyim və o adam özünün səviyyəsinə uyğun davranışı sərgiləyirsə, ayağını yorğanına görə uzadırsa, kreditə girmədən toy edirsə, ona dəstək olmaq üçün özünün fəaliyyətinə əlbəttə. Amma göstərməlik, kimsə bunun fəaliyyətini və kimsə bunu tövsiyə etdi deyə qətiyyən iştirak edə bilmərəm və o eşitdiyim halda yarım saat kiminsə fəaliyyətinə 20.000 manat verilir, mən orada iştirak edə bilmərəm. Çünki mən özümə qarşı onu qeyri-etik bularam. Çünki mənim fəaliyyətim yarım saatlıq, bir saatlıq fəaliyyətim, yəni insana yarım saat 20.000 manat vermək əlbəttə bizim fəaliyyətimizə, bizim tariximizə, özümüzün tarixinə, özümün keçdiyi yola qarşı sayğısızlıq və hürmətsizlik olar. Bu mənada özünüzə, sizin kimi elm adamlarına göstərilən qiymət sizi məmnun eləyir, verilən dəyər, ümumiyyətlə dəyər verildiyini hesab eləyirsiniz? Bilirsiniz, mən həmişə bir söz deyirəm, uğursuz adam, uğurlu adamın inkişafına dəstək olmaz. Burada belə bir şey var da, uğursuz adam təsadüfən vəzifə sahibi olubsa, necə uğurlu fəaliyyəti, həqiqət çərçivəsində olan bir insanın fəaliyyətini işıqlandırmasına dəstək ola bilər. Ortaya bir sənəd qoyursunuz. 20 dənə il ərzində keçirilən tədbir, o tədbirdə siz baş məruzəçi, moderator, s. Qarşı tərəfin heç bir fəaliyyəti yox. Sadəcə tədbir sırasında su gətirib. Amma 10 adam var deyə qiymətləndirilir. Bilmirəm, mən iyrəncdir və bunu görəndə əlbəttə bağışlanmazdır. Və bəzən düşünürsən ki, tutaq ki, bu səhvi o təqdimatı yazan verib. İndi belə deyək də, elm adamlarını incik salmaq olmaz. Mən Rusiyanın elmlər doktoruyam, Türkiyənin elmlər doktoruyam, Azərbaycanın. Son dəfə Belarusiya Dövlət İqtisad Universitetində böyük silsilə mühazirlər Lukashenko, Belarus prezidenti Azərbaycana gəlmədən mən prezident administrasiyasının strateji tədqiqat mərkəzinə dəvət etdilər, institutuna. Azərbaycanla bağlı, KOB-la bağlı çıxışım oldu. KOB-29 çərçivəsində Azərbaycanda görülən işlər. Yaşıl iqtisadiyyatla bağlı bizim kitabımız. Ümumiyyətlə, indi mən 25-i də hazırlayıram, Konstitusiya Suverenlik ilinə, Maliyyə Təhlükəsizlik kitabını hazırlayıram. Yaşıl iqtisadiyyatı da hazırladım, KOB-29-a.
Amma bəzən görürsən ki, yəni elə bilirsiniz, kitab yazmayan, fəaliyyət olmayan adam çıxış edir. Və sual verirsən ki, axı bu necə məruzəçi ola bilər? Məruzə etmək üçün sənin tədqiqatın olmalıdır. Sənin tədqiqatın olmadan, elmi tədqiqat aparmadan, fəaliyyətin olmadan necə çıxış edə bilərsən? Elə Zahid müəllim, soruşmaq istəyirdim ki, iqtisadiyyatımızın inkişafı üçün, ümumiyyətlə dövlətimizin inkişafı üçün fikirlərinizdən istifadə etmək üçün sizdə bir təkliflər səslənilirmi dövlət səviyyəsində? Deməli, mən Türkiyədə bir neçə məqalə yazdım. Bir tədqiqatımız vardı. Bələdiyyədən həmən zəng gəldi. Sonra Türk Bankalar Birliyi ilə Türkiyə dünyasının 1996-cı ildə Kapital dərgisində, finans dünyasında mənim bir yazılarım oldu. Türk Bankalar Birliyi mənə həmən dəvət etdi. Üzərindən 10 dəqiqə keçməmişdi. Sizlə görüşmək istəyirik. Karadeniz Ekonomik İşbirliği çərçivəsində bir yazım vardı Türkiyədə. Cumhurbaşkanı zirvəsi çərçivəsində dəvət etdilər. Rusiyada bir məqalə yazdım, maliyyə nəzarəti fəaliyyəti haqqında. Həmən dəvət etdilər, hətta mən dissertasiyanın Ləməxam aprobasiyasında yazmışam ki, mənim yazdığım tədqiqat işi Rusiyada qurulmuş maliyyə nəzarəti komitəsi qurulduğu sırada istifadə edilmişdir. Mənə də onun arayışı verilmişdir. Azərbaycanda apardığın tədqiqatla ilgili əvvəllər var idi, zəng edirdilər. Bu yaxınlarda Azərbaycan Mərkəz Bankının sədri zəng elədi, dəvət etdilər. Təşəkkür edirəm buradan. Bir mövzuna bağlı müzakirələr oldu. Monetar siyasət, Azərbaycan manatının güclənməsi ilə bağlı. Bəzən görürsən ki, şirkətlər korporativ tədbirlər keçirlər. Öz şirkətlərin 90 illiyi tutaq ki, öz şirkətlərinin 20 illiyi və yenə də ora alimləri dəvət edib. Şirkətlərin fəaliyyəti haqqında, onun maliyyə dayanıqlığının güclü olmasının səbəb və nəticələri haqqında alimi dinləmək yerinə yenə də müğənni atılıb düşür. Və mən anlaya bilmirəm. Məsələn, bugün İş Bankasının böyük bir tədbir oldu Türkiyədə. Kimi dəvət etmişlər? Nobel mükafatçısı, kimyacı Əziz Sancar iqtisadçılar qarşısına çıxış etdi. Bu bilsin nə deməkdir? Mən konstitusiya və suverenlik ili ilə əlaqədar böyük şirkətlərə məktub yazmışam ki, mən bunu ilk dəfə tarixdə Azərbaycanın maliyyə təhlükəsizliyi, Azərbaycan enerji təhlükəsizliyi, Azərbaycan ərzaq təhlükəsizliyi mövzusunda silsilə kitablar hazırlayıram. Kollektiv hazırlamışam, redaksiya heyəti. Hələ xəbər yoxdur. Bir ayda gözləyirik. İqtisadiyyat Nazirliyindən hər hansı bir təklif, ümumiyyətlə maraqlanıblarmı ki, belə bir şey var, bizə maraqlıdır? Müraciət etmişik, İqtisadiyyat Nazirliyinin demişik, elə dünən biz o barədə danışdıq. Ümid edirəm, yaxşı nəticəni əldə edərik. Sizin elmi işiniz maliyyə üzrədir. Deyirlər, maliyyəni bu qədər gözəl bilən insanın öz maliyyə vəziyyətini gücləndirə bilib, məsələn, özünüz varlı insan ola bilmişsiniz, belə deyim. Bilirsiniz, daha basit. Tarixdə ən böyük yazarlar olub, iqtisadi yazarlar. İndi adlarını istəmirəm deyim, onlar haqqında dünya üzrə. Məsələn, onlar öz vəsaitlərini birjada uduzublar. Bir bəstəkara demək ki, sən bu qədər güclü bəstəkarsan, bəs niyə öz yazdığın bəstədən pul qazanmırsan? Amma onun yazdığı bəstədən müğənni 10 milyonlarla pul qazanır. Siz ona bənzədir. Bu müğənnilər ki, indi müğənni deyirsə, məcburam onu demək, gündəmdə olanlar. 500 min, 600 min ən bağlı maşınlar sürürlər. Amma böyük bir iş adamını götürün, o maşına sahib deyil. Əmin sual çıxır. Bilirsiniz, maliyyəçi, biz tədqiqatçıyıq. Tədqiqata tələb olmalıdır fikri, ortada təklif olsun. Dünyada Türkiyəyə götürsək, Rusiyaya götürsək, onların elə çıxışları onlara gəlir gətirir. Ən böyük olan gəlir mənbəyi birinci bazar, ikinci bazar. Birinci bazarda bilik əldə edirlər onlar. İkinci bazarda o biliklərini satırlar. Və bu da onların qazancıdır. Təəssüf olsun, bilməm, siz mənim kitablarımla tanışsa yox, məndə olan kitab, inanmıram, kitabxanalarda olsun.
Ve biz her zaman düşünürdük ki bu kitaplar Azerbaycan'da deyilecek, konferanslar olacak, çıkışlar olacak, müzakereler olacak. Bilirsiniz bunlar gelir getirmir. Çünkü konferanslar gelir getirmir. Ödenişli konferanslar hele ki inkişaf etmeyip. Ama dediğim gibi Moskvada, Leningrad'da, Türkiye'de indi biz katılırıq. Bunlar hamısı ödenişlidir. Hatta Belarusya bu yaxınlarda ben katıldım. Katıldığım tədbirdə mənə rəsmi olaraq ödəniş verdilər. Azərbaycan xaricdən dəvət elədiyi elmi konferanslara dəvət elədiyi alimlərə ödəniş eləyir. Onlar eləyir özümüzünkilərə yox. Belə deyim, mənim dostlarım olduğuna görə baxsaz tədbirlərə, mənim dostlarım heç vaxt məndən ödəniş istəmir. Əgər siz baxsaz görə bilərsiniz hansı tədbirləri keçirmişik. Yox, şəxsi səviyyədə yox, yəni rəsmi səviyyədə keçirilən tədbirlərə. Mən o prosesdə, mən inanmıram ki, onlar qarşılıq almadan gəlsinlər, mümkün deyil. Amma o proseslərə sizləri cəlb eləyəndə olur belə, bəli, yerli alim ödəniş olmur, olur, bəli. Hətta bu yaxınlarda oldu bir tədbirə qatılmışdım, yazım da çıxdı. Dedim ki, necə ola bilər ki, tədbirin adı Azərbaycan İqtisadi İnkişaf Modelidir. Dəvət edilən 5 dənə xaricidir. Bunlar nə bilirlər ki, Azərbaycan İqtisadi İnkişaf Modeli? Mən o baxıram, mən axtarış verirəm. Mən baxıram bunun fəaliyyəti haqqında, baxıram bunun fəaliyyəti sıfırdır. Bilinir indi hər bir insan haqqında, fəaliyyəti haqqında internet resurslarına axtarış versəz, onun haqqında kitabları var ya, yox. Əvvəl idi, mənim bu qədər kitabım var. Elə mənim indi tədbirdən gələn bir adam haqqında tədbir keçirdilər. Axtarış verdim ki, kimdir bu fəaliyyəti? Yazıldı sıfır. Axtarış nəticə vermədi, sıfır. Amma yığışmışıq, adamı tərifləyirik. Amma bu adam bu yaşına gəlib, 70 yaşına gəlib, heç bir fəaliyyəti yoxdur. Amma tərifləyirik ifadələrlə, sözlə. Yəni söylənənlərin... Tanımayan, bilməyən də onu bir şey zann eləyir də, o yeni nəsil gənclər. Axtarmır, təsdiqi olmalıdır. Bu adam kimdir? Mən təsəvvüratı gözəllik iqtisadiyyatla bağlı konferans vermək istədim. Gözəl olmaq istəyənlər, amma onun ödənişi etmək istəmirlər ki, bunu dinləyək. Necə ola bilər? Parixmaxra verirsən, dərziyə verirsən, amma gözəl iqtisadiyyatı nədir? Şirkət ona maraq göstərmir. Şirkətə deyirsən ki, əməkdaşı bütün dünyada şirkət gözəlləşdirməsi üçün vəsait ayırır. Ona pulsuz baseynə göndərir, havuza. İdmana göndərir pulsuz. Və onun gözəlliyi ilə bağlı şirkət məşğul olur. Nə üçün? Şirkətin imicidir, reputasiyasıdır. Profesör müəllim heyəti universitetin auditoriya girəndə o tələbə onun haqqında çox gözəl düşünməlidir. Geyiminə, davranışına, çantasına qədər. Siz bilirsiniz ki, müəllimlərin çantasını tələbələr müzakirə edir. Ayaqqabısını, ruçkasını. Deməli, Türkiyə dəvət etmişlər. Mənə sual verdilər ki, siz gəlmədən qabaq, sizin hansı kitaba ehtiyacınız var? Sonra gözlüyünüzün ölçüsü nə qədərdir? Auditoriya çıxacaqsınız deyə hamısına əlaqədar maraqlanırlar nə lazımdır. Bunlar çox vacibdir. İnsanların ən böyük ehtiyacı sosial münasibətlərdir. Biz tıxacdan danışıq. Tıxacın qarşısını almaq üçün hər gün burada mən görürəm də körpünün saat 5-dən sonra başlayır. Soruşuram, sorğu aparıram. Hansı şirkətdə işçisiz danışır. Görürəm bir şirkətdən 30 dənə 40 nəfər maşınla çıxır fərdi. Nə edirsən? Bir dənə avtobus təsis edirsən. Bütün işçilər girir ora. Güzargah deyirlər türkçə. Bir-bir o səmtlərdə enirlər. Elmlər Akademiyası, inşaatçılar 20 yanvar sayıra. Yəni bu prosesləri həll etmək imkan vermir bizə Zahid müəllim. İnanın ki, o adamlar tıxaçda qalmağa razıdırlar, amma maşınsız gəlib getməyə, mən avtobusla mı gedəcəm? Bizdə bir o göstərməlik xəstəliyi var. Avtobus o qədər gözəl olur. Maarifləndirmə, tədris, elm adamı olaraq və bir universitetdə dərs deyirsiniz, İqtisad Universitetində. Sizcə Azərbaycanda təhsil sahəsində ən böyük problem nədir ki, biz hamımız təhsil söhbəti gedəndə şikayətçiyik? Ən böyük problemimiz nədir? Və onu da deyim ki, Azərbaycanlıların hamısının bir diplom xəstəliyi var. Bizdə diplomlu işsizlər ordusu var. Biz diplom almaq üçün ölürük, biz peşə almaq istəmirik, biz diplom almaq istəmirik. Birinci, belə eləmək lazımdır. Universitetlərin nüfuzunu qaytarmaq lazımdır, gücləndirmək lazımdır. Sovet dönəmində müəyyən bir universitetdən məzun olan əmək bazarı ciddi şəkildə qəbul edirdi. Bugün sizlə də müzakirə etmişdim. Devlət İmtahan Mərkəzi, Devlət Attestasiya Komissiyası, Yekun İmtahan Komissiyası, sədrlər təyin edilir, komissiyalar gəlir. Nazirliklərdən, devlət idarələrində, böyük şirkətdən nümayəndələri.
Tələbənin biliyinin qiymətləndirilməsi üçün otururlar, komissiya qərar verir ki, təbrik edirik, siz diploma layiqsiniz. Siz bugündən iqtisadçı və ya hüquqşünas adlana bilərsiniz. Sevinir, gəlir, ailəsindən bölüşür. Bir gündən sonra Sovet vaxtı onu işlə təmin edirdilər. Ən gözəl işi məzun olduğu, orada hamı bilirdi ki, hamıdan fərqli budur. Məsələn, mən qırmızı diploma bitirmişəm, hamısı 5 və məni həmən universitetə saxladılar və Leningrada göndərdilər. Hamı da bilirdi ki, bəli, bu belədir. Baxın, Sovet vaxtı ən yaxşı, bilikli insanları universitetə saxlayırdılar. İndi bilmirəm, universitetdə qalarlarmı, qalmazlarmı? Çünki çox aspirantlarımız universitetdə fəaliyyətlərini müəyyən müddətdən sonra davam etdirmir. Çünki çox az maaş alırlar. Bəli, davam etdirmir. Bu üzücü bir şeydir və əmək bazarında artıq çeşitli qurumlar, şirkətlər sizə deyir ki, gəlin mənə imtahan verin. Bu alınan diplom başlayır çeşitli imtahanlar verməyə, çeşitli kurslara qatılmağa, repetitorlara, təlimçilərə və bəzən indi təlimçi və pedaqoq deyirik, bəzən üzücü hadisədir. Dövlət qurumlarında işləyən bəzi şəxslər o dövlətin imkanlarından, dövlətin o statusundan, gücündən istifadə edərək gedib qeyri-qanuni təlimçi fəaliyyətində bulunur və insanları o işə alınması üçün onlara təlim keçirlər. Qətiyyən bu qəbul edilməzdir. Və hesab edirəm, universitetdə alınan diplomların o güvəncəsini, etimadını, çünki ali təhsil müəssisələri haqqında açıq və net şəkildə yazılıb ki, onların əsas məqsədi əmək bazarına ehtiyacların qarşılanması üçün mütəxəssislərin azlığıdır. Əgər bu mütəxəssis azlayıbsa, məqsədi budursa, sonradan bu mütəxəssisin başqa çərçivədə imtahan edilməsi... Hələ o imtahanı götürən kimdir? Özünə səviyyən adamıdır. O da pul lazımdır axı. O da pul lazımdır. Görün, nə qədər ona pul lazımdır o təlimlərə qatılması üçün. 6 ay, 7 ay təlimlərə qatılması gərekir. Biz gənclərə kömək eləməliyik və gənclər məzun olduqdan sonra onlar artıq maliyyə dayanıqlığını təmin etməlidirlər. Valideyn o ümidinlə mənim evladım məzun olacaq, iş tapacaq və ona biz dəstək olmalıyıq. Bu vəzifə sahiblərinə deyirəm ki, sizə edilən amanətə xəyanət etməyin. Sizə vəzifəni amanət ediblər. Əmanətə sədaqətlə xidmət etmək lazım. Təşəkkür edirəm Zahid müəllim. Çox sağ olun. Bugünlük deyəcəklərimiz bu qədər idi. Sözünüz varsa onu zamanında mütləq deyin. Sağ olun, salamat qalın.